Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. 18 may tarixində OTK-nın növbəti sınaq sualından, yəni 11-ci siniflər üçün təqdim etdiyi blok sınağından coğrafiya suallarının izahını bu gün sizə verəcəyim. Deməli, 31-ci sualdan başlayırıq. Cədvələ əsasən doğru bəndləri müəyyən edin. Gördüyünüz kimi Azərbaycan Respublikasının çayları burada qeyd olunmuşdur və əsas qidalanma mənbələrini seçmək tələb olunur. Çaylar Həkəri çayı bildiyimiz kimi Qarabağ vulkanik yaylasından başlandığı üçün yağış suları yox, yeraltı sular olmalıdır. Bir yanlışdır. Viləş çayı Talış dağlarından axan çaydır və yağış sularla qidalanır. İki doğrudur. Qanıq çayı Qanıq çayı yeraltı sularla qidalandığı üçün və burada doğru göstərilmişdir. Deməli, 3 də doğrudur. Araz çayı buzlaq və qar ərinti suları deyil də ən çox qidalanma mənbəsi yeraltı sular hesab edilir. Yəni 46% yeraltı sulardır. Burada isə buzlaq qeyd olunduğu üçün yanlışdır. Köndələn çay bildiyimiz kimi yağış sularından qidalanır. 5 doğrudur. Qarabağ silsiləsindən başlayan çaylara aiddir. Və beləliklə 2, 3 və 5 cavabları doğru cavablardır. Türyança isə burada qar və buzlaq göstərilsə də əslində Türyança yeraltı sularla qidalanır. Deməli cavabımız Y variantı. 32-ci suala baxırıq. Türk dövlətlərinə bağlıdır. Qazaxıstan və Türkmənistan üçün doğru cavabları seçirik. Xəzər dənizində ən uzun sahil xəttinə malikdir. Təbii ki, bu Qazaxıstana aid olan fikirdir. Əhalisi türk dil qrupunun Oğuz qoluna məxsusdur. Qazaxlar bildiyimiz kimi Qıpçaq qrupuna aiddir. Türkmənlər isə Oğuz qoluna aid edilir. Deməli, bu Türkmənistan üçün doğru fikirdir. Neft və təbii qaz ehtiyatına malikdir. Həm Qazaxıstan, həm də Türkmənistan hər ikisində neft və təbii qaz ehtiyatları olduğu üçün biz bunu burada ortaq fikir kimi götürəcəyik. Yəni bu ortağa gedəcək. Çöl və meşə, çöl təbii zonası geniş yer tutur. Çöl və meşə çöllər Qazaxıstan ərazisində geniş yer tutur. Yəni birə aid ediləcək. Qaraqum səhrası burada yerləşir. Qaraqum səhrası Türkmənistan ərazisində yerləşir və kontinental iqlim şəraitinə malikdir. Həm Qazaxıstan, həm də Türkmənistan kontinental iqlim, yəni Türkmənistan subtropik kontinental, Qazaxıstan isə mülayim kontinental xüsusiyyətlərinə malik edilir. Deməli, bu da ortaq fikirdir. Cavabımız olacaq 1, 4, 2, 5, 3 və 6. Y variantı doğru fikirdir. Növbəti suala fikir veririk. Xəritə sxemdə ştrixlənmiş ərazidə formalaşmış təbii zonanı müəyyən edin. Baxırıq burada ABŞ-ın cənub-şərq hissəsində, Braziliyanın, Cənubi Amerikanın şərq hissələrində, həmçinin Konqo çökəkinin ətraf hissələrində və bir də Asiyanın şərq hissələrində biz deyəcəyik ki, bu ərazilərdə dəyişkən rütubətli meşələr təbii zonası yayılmışdır. Doğru fikir elə D variantıdır. 34-cü suala baxırıq. Çinə aid olan xüsusiyyətləri müəyyən edin. Buğda ixrac edən əsas ölkələrdən biridir. Çin daha çox buğda ixal edən ölkələrə aid edilir. Yəni birinci fikir yanlışdır. İnsanın inkişaf indeksi çox yüksəkdir. İnsanın inkişaf indeksi yüksək ola bilər, amma çox yüksəkdir fikri doğru deyildir. Yəni 1 və 2 hər ikisi doğru fikir deyil və artıq burada cavab bəllidir. Ölkənin qərb hissəsində heyvandarlıq inkişaf etmişdir. Bildiyimiz kimi qərb hissəsi dağlıq olduğu üçün əkinçilik üçün yararlı deyildir. Ona görə də burada heyvandarlıq üstündür. 3 doğrudur. Metallurgiya və maşınqayırma müəssisələri ölkənin şərqində yerləşir. Bu da doğrudur. 3 və 4-ü götürəcəyik. Kənd təsərrüfatı məhsulların istehsalın həcminin çox olması ilə fərqlənir. Bəli, bu da doğrudur. 3, 4, 5 doğrudur. Federativ inzibati ərazi bölgüsünə malikdir. Xeyr, Çin federativ yox, unitar xüsusiyyətlərə malik edilir. 35-ci suala baxırıq. Çi Qafqaz tektonik qalxması zonasına aid olan zirvəni və onun yerləşdiyi silsilələrin doğru verildiyi bəndi müəyyən edir. Çi Qafqaz tektonik zonasında həm bildiyimiz kimi Çi Qafqaz dağları, Naxçıvanın Dərələk Zəngəzur silsilələri, həm də Talış dağları aid edilir. Bunun əsasında Yarıdağ Şahdağ, ümumiyyətlə Yarıdağ Şahdağ Böyük Qafqaz tektonik zonasıdır, olmaz. B variantında Qapıcıq, Dərələyəz. Qapıcıq Kiçik Qafqaz tektonik zonasına aiddir, lakin Dərələyəz yox.
O Zəngəzur silsiləsinin ən hündür zirvəsidir. Deməli, B də yanlışdır. C-də Qazangöldə Qarabağ. Qazangöldə bildiyimiz kimi Zəngəzur silsiləsinə aiddir. Burada Qarabağ qeyd olunub, deməli yanlışdır. D variantı da Hinaldağ zirvəsi. Bəli, Hinaldağ Murovdağ silsiləsinə aiddir. E, deməli, Hinalda Murovdağ silsiləsinə aiddir. Murovdağ silsiləsi Siqafqaz tektonik qalxmasına aid olduğu üçün doğru fikir D variantıdır. Y variantında Kömürgöy Talış dağlarına aid olsa da o Brovar silsiləsinə deyil də Talış silsiləsinə aid edilir. Deməli Y də yanlışdır. Doğru cavabımız olacaq D bəndi. 36-cı suala baxırıq. 30 dərəcə şimal enliyinə günəş şüalarının əvvəlcə minimum və maksimum düşmə bucaqlarını hesablayın. Bu məsələdə biz bilirik ki, 30 dərəcə şimal enliyinə günəşin maksimum düşmə bucağı günəş 23,5 dərəcə şimal enliyində zenitdə olanda düşəcək. Minimum düşmə bucağı isə günəş 23,5 dərəcə cənub enliyində zenitdə olanda düşəcək. O zaman biz dusturdan istifadə edirik. 90 dərəcə çıxılsın. Minimum düşmə bucağını tapmaq üçün fərqli yarımkürələr olduğu zaman biz burada toplama edirik. 23,5 dərəcə. Bu da bərabər eləyəcək. Deməli 36,5 dərəcə. Deməli biz minimum düşmə bucağını tapdıq. Maksimum düşmə bucağı isə 90. 30 minus 23,5 ilə hesablayacağıq. Bu da eləyəcək 83,5 dərəcə. Deməli müvafiq olaraq cavabımız 36,5, 83,5 D variantı. 37-ci suala baxırıq. Doğru ifadələri seçin. Deməli, burada litosfer tavaları göstərilmişdir. 1-də Sakit Okean tavası, 2-də Avrasiya tavası, 3-də Cənubi Amerika, 4-də Afrika, 5-də Naska tavası, 6-da isə Hind-Avstraliya tavası göstərilmişdir. Baxaq 1 və 5 doğru fikirləri tapırıq. 1 və 5 okean tipli yer qabına malikdir. 1 Sakit Okean, 5 Naska, hər ikisi okean tipli qabıqdır. Deməli, birinci fikir doğrudur. 2 və 3 hər tərəfdən konvergent sərhədə malikdir. Konvergent tavaların toqquşma zonasıdır. Baxaq 2 və 3-ə. Avrasiyanın şərq hissəsində toqquşma olsa da, müəyyən qədər qərb hissəsində də toqquşmalar var. Amma Cənubi Amerikanın şərqində biz toqquşma görmədiyimiz üçün bu fikir yanlış olacaq. Çünki burada ayrılmadır. Cənubi Amerikanın şərq hissəsində Afrikadan ayrılma zonası olduğu üçün divergent olacaq, konvergent olmayacaq. İkinci fikir yanlışdırsa, deməli 2 olan cavablar da çıxılır. 2 və 4 tavaların kənarlarında subduksiya prosesi baş verir. 2 Avrasiyada, Avrasiyanın şərq hissəsində subduksiya, yəni tavaların materik və okean tipli tavalarının toqquşması, okean tipli tavanın materik tipli tavanın altına gömülməsi prosesi baş verilir. Amma 4-də fikir versə Afrikanın ətrafında belə bir proses yoxdur. Deməli 3 də yanlış fikirdir. 3 də çıxdıq. 4-6 cavan platformalardan ibarətdir. Afrikada cavan platforma olmadığı üçün 4 də yanlışdır. Deməli bizim cavabımız A variantı olacaq. 3 və 4 həm okean, həm də materik tipli qabığa malikdir. Cənubi Amerika tavası və Afrika. Bildiyimiz kimi böyük tavalar, Sakit Okean istisna olmalı, digər böyük tavalar həm materik, həm də okean tipli qabığa malikdir. Və doğru cavabımız A variantı. 38. Bozdağ silsiləsində və Acınahur alçaq dağlığında yerləşən qoruqları müvafiq olaraq müəyyən edin. Bozdağ silsiləsində bildiyimiz kimi Korçay qoruğu, Acınahur alçaq dağlığında isə Türyançay qoruğu yerləşir. Deməli, burada cavab olar. Bozdağın təbii landşaftı Korçayda, Türyançayda isə saqqız və ardıç ağacları qorunur. Doğru cavabımız C variantı. 39-cu suala baxırıq. Yalnız bir xarici ölkə ilə həmsərhəd olan inzibati rayonlar. A variantına fikir versək, Balakanın həm Rusiya, həm də Gürcüstana sərhədi var. Deməli, A yanlışdır. B variantında Qusarın Rusiya ilə sərhədi olsa, Rusiya ilə sərhədi var. Qəbələnin də Rusiya ilə sərhədi var. Lakin Saatlın heç bir ölkə ilə sərhədi yoxdur. B yanlışdır. C variantında Biləsuvarın İranla, D variantı Şahbuzun Ermənistanla, Oğuzun isə Rusiya ilə sərhədi mövcuddur. Deməli, yalnız bir ölkə ilə sərhədləri var. C cavabı tamamilə doğrudur. D variantı Beyləqanın İranla, Zaqatalanın
Hər iki ölkənin olduğu üçün D də yanlışdır. Y variantında isə Ağstafa və Qaxın həm deməli Qaxın həm Rusiya, həm Gürcüstanla eyni zamanda Ağstafanın Gürcüstan və Ermənistanla sərhədi olduğu üçün Y variantı da yanlışdır. Deməli doğru cavabımız C variantı. 40-cı suala baxırıq. Doğru ifadələr müəyyən edin. Ümumi daxili məhsulun adam başına düşən həcmi əhalinin həyat səviyyəsini müəyyən etmək üçün əsas göstəricidir. Bu doğrudur. İnkişaf etmiş ölkələrdə ÜDM-in strukturunda hasilat sənayesi və kənd təsərrüfatının payı daha çoxdur. Xeyr. Əslində burada emal, yəni xidmət sahələrinin payı daha çox olmalı idi. Bu yanlışdır. Sahələri və emal sənayesinin payı daha çox olacaqdır. İki yanlışdır. ÜDM-in valyuta ilə ölçülür, yəni ABŞ dollarla ölçülür. Bu doğrudur. ÜDM-də ölkə daxilində milli və xarici şirkətlər tərəfindən formalaşdırılır. Bəli, ölkə daxilində milli və xarici şirkətlərin istehsal etdiyi məhsulun dəyəri ÜDM-dir. ÜDM-in formalaşmasında ölkə hüdudlarından kənarda olan milli iqtisadiyyata mənsub şirkətlər də iştirak edir. Bu ümumi milli məhsula aiddir, yəni bu yanlış fikirdir. Cavabımız olacaq 1, 3 və 4 Y variantı. 41-ci suala baxırıq. Yamayka adası, Saxalin və Sardiniya adalarının sahillərini yuyan dənizləri müvafiq olaraq müəyyən edir. Yamayka adası bildiyimiz kimi Karib dənizi sahillərində, Saxalin adası Oxot dənizi sahillərində, Sardiniya isə Aralıq dənizi sahillərində yerləşir. Cavabımız olacaq C variantı. 42-ci suala bax. Xəritə sıxıntısı dünyanın əsas taxılçılıq rayonlarını müəyyən edin. Taxılçılıq əsasən deməli mülayim və subtropik çöl və meşə çöl zonaları üçün xarakterlikdir. Xüsusən də bu ərazilərdə çöl zonasında taxılçılıq yaxşı inkişaf etmişdir. Buna əsasən biz diqqət yetirsək, burada bəndərə fikir versə, bir Kanadanın şimal hissəsi göstərmişdir. Nisbətən aşağı olsaydı bir də götürmək olardı. Amma bu hissələrdə bilirsiniz çöl zonası olmadığı üçün biri götürməyəcəyik. Çünki bir daha soyuq ərazilərdir. Orada taxılçılıq səviyyədə inkişaf etməmişdir. İkidə Laplatı hövzəsidir. İki tamamilə doğrudur. Burada taxılçılıq ərazisidir. Həmçinin 3 Avstraliyanın şimalı göstərilib. Yəni Avstraliyanın bu hissəsində taxılçılıq zonası olmadığı üçün 3-ü də götürmürük. Daha sonra 4-də ABŞ-ın çöl zonası ərazisi göstərilmişdir. Bəli, 4 də doğrudur. 5-də isə Çin şərq hissəsində böyük Çin düzənliyində burada çöl zonasına uyğun gəlir. Və ona görə də 2, 4 və 5 cavabı A variantı tamamilə doğrudur. 5 isə böyük səhradır. Bura quraq ərazi olduğu üçün taxılçılıq üçün, yəni taxılçılığın inkişaf etdiyi rayonlara aid deyil. Cavab 2, 4 və 5 A variantı. 43-cü suala baxırıq. A və B məntəqələr arasında məsafə, A, C məntəqələr arasında məsafənin fərqini hesablayın. Baxırıq A və B məntəqə. A məntəqəsi 160 qərb uzunluğunda, B məntəqəsi isə 170 şərq uzunluğunda yerləşir. Bunlar arasında dərəcə fərqi əvvəlcə 160 ilə 180 20 dərəcə və buradan burası 10 dərəcə. Yəni bu cəm eləyir 30 dərəcə. Deməli A və B arasında 30 dərəcə fərq var və 10 dərəcə 10 dərəcəlik paralel üzərində isə 1 dərəcə 109,4 olduğu üçün bu vurulacaq 109,6-ya. Yəni 109,6 olduğu üçün daha doğrusu. A və C arasında dərəcə fərqini tapaq. A 10 dərəcə şimal enliyində, C isə 20 dərəcə cənub enliyindədir. Ona görə də fərqli enliklərdə olduğu üçün yenə də toplayacağıq. Üstünə 20 gələcək. Bu da eləyəcək 30 dərəcə və 30-u da vurmalıyıq 111-ə. Yəni 111,1 və 111 ilə hesablasaq. Və bunun rahat yolu üçün hər ikisini vurub çıxmaq da olar və yaxud da biz rahat olsun deyə bu yoldan istifadə edəcəyik. 30-u vuracağıq. 111 çıxılsın 109,6. Bu zaman cavab eləyəcək 42 kilometr. Və yaxud da 30-u 111-ə vurub, 30-u bir də 109,6-ya vurub çıxsaq, yenə də 42 kilometr cavabı alınmış olacaq. Doğru cavabımız B variantı.
44-cü suala baxırıq. İqlim diaqramının aid olduğu əraziyə aid olmayan xüsusiyyətləri tapırıq. Baxırıq ki, yağıntı 1036, orta temperatur 12,5, temperatur 0 dərəcədən düşmür. Yəni bu mülayim isti iqlimə aiddir. Mülayim isti iqlim və Zaqatalaya uyğun gəlir. Burada da gördüyünüz kimi qış aylarında yağıntı azdır, yayda çoxdur. Yəni qışı quraq keçən mülayim isti iqlimdir bu. Zaqatala xarakterikdir və burada baxaq nə yoxdur. Meşə landşaftı formalaşmışdır. Bu doğrudur. Gərzəşli meyvəçilik inkişaf edir. Bəli, Zaqatalada gərzəşli meyvəçilik. Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir. Bu da doğrudur. Ölkə ərazisində ən çox yağıntı düşən ərazilərdən biridir. Bəli, ən çox birinci yerdə Talış dağları, ikinci yerdə Zaqatala hesab edilir. Bəli, bu da doğrudur. Dark Sorafit landşaft geniş yayılmışdır. Bu fikir təbii ki, doğru olmayan fikir olur. 45-ci suala bax. Xəritə sxemində işarələnmiş fiziki coğrafi vilayətlər üçün ümumi olan xüsusiyyətləri müəyyən edin. Birinci vilayət Böyük Qafqaz vilayətidir. Qafqazdır. İkinci isə Orta Araz vilayətidir. Birinci Qafqaz, ikinci Orta Araz vilayətidir. Bu vilayətlər üçün ortaq fikri tapmaq. Orta dağlığa doğru yağıntıların miqdarı azalır. Bu fikir ümumiyyətlə yanlış fikirdir, heç birinə uyğun gəlmir. Yarımsəhra landşaftı yayılmışdır. Yarımsəhra landşaftı həm Böyük Qafqazda, həm də Naxçıvanda geniş yayılmışdır. Mülayim isti iqlim tipi hakimdir. Bildiyimiz kimi mülayim isti iqlim Orta Araz vilayətində rast gəlinmir. Deməli, 1 və ya 3 fikirləri ümumiyyətlə yanlışdır. Bunları cavabdan silə bilərik. Ərazisi iki tektonik zonadır. Böyük Qafqazda Böyük Qafqaz qalxması və Ön Qafqaz çökməsi olaraq iki tektonik zona, Orta Araz vilayətində isə deməli burada bildiyimiz kimi iki fiziki rayona bölünür və həmin ərazidə iki dənə tektonik zona, Çi Qafqaz qalxması, bir də Araz Cavan platforması yerləşdiyi üçün bu doğrudur. 2 və 4 doğru fikirlərdir. Düzən meşə çəmən torpaqları yayılmışdır. Bu Böyük Qafqaza aid olsa da introzonal landşaftlar bu Orta Araz üçün doğru deyildir. Cavabımız oldu 2 və 4. B variantı. 46-cı suala baxırıq. İntensiv yağışlar və qarın əriməsi nəticəsində daşqınların baş verdiyi əraziləri xəritə sxeməyə görə qruplaşdırın. İntensiv yağışların baş verdiyi əraziləri burada müəyyən etsək, bu bir ekvatorial ərazilərdir. Burada intensiv yağışlar il boyu ola bilər. Daha sonra isə altını götürə bilərik. Burada da yay aylarında bu hissələrdə musson yağışları qeyd olunur. Yəni 1 və 6-nı götürə bilərik. 5 böyük səhra ərazisidir. Burada intensiv yağış və ya qarların əriməsi ola bilməz. Həmçinin də 2 də elə quraq ərazilərdən biridir. Yəni 2 və 5 ümumiyyətlə uyğun deyil. 3-də, yəni Asiyanın şimal-şərq hissələrində və bir də Şimali Amerikanın şimal-şərq hissələrində burada qarların əriməsi nəticəsində də daşqınlar baş verə bilər. Deməli 1, 6 və müvafiq olaraq 3 və 4 cavabı olacaq. Doğru cavabımız C variantıdır. 47-ci suala baxın. Uzunluğu 2200 kilometr olan çayın meyilliliyi 0,4 metr böl kilometr olarsa, çayın mənbəyi ilə mənsəbi arasında hündürlük fərqini hesablayın. Ümumiyyətlə, çayın meyilliliyi bərabərdir. Çayın düşməsi bölünsün uzunluq. Bizə də meyillilik verilmişdir və çayın düşməsi yoxdur. Bizə düşməni tapmaq tələb olunur. Uzunluq verilib 2200, yəni düşməni biz bölürük 2200-ə bərabərlik 0,4-də. O zaman biz 0,4-ü 2200-ə vuracağıq və nəticədə eləyəcək cavabımız 880 metr. Doğru cavabımız 880 metr C variantı. 48-ci suala baxırıq. Tepulər Masavari dağlarının səciyyəvi relif formasıdır. Yəni hansı ərazilərdə rast gəlinir? Tepulər bilirik ki, Cənubi Amerikanın
Qviana yaylasında rast gəlinən xüsusən də 800 1800 metr hündürlüyə malik olan fiziki və kimyəvi aşınmanın təsirinə yaranan Masavari dağlara deyilir. Burada cavab E variantı Qviana yaylası olacaqdır. 49-cu suala baxırıq. Zəfər yolunun keçdiyi inzibati rayonları müəyyən edin. Zəfər yolu bildiyimiz kimi Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları ərazisindən keçir. Yəni Füzulidən başlayır Şuşa ərazisinə uzunluğu 101,1 kilometrə malik olan Zəfər yolu 4 dənə inzibati rayon Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları ərazisindən keçir. 50-ci suala baxırıq. Tropik iqlim qurşağında yerləşən yarımadaları müəyyən edin. 1-də Ərəbistan yarımadası bəli quru tropikdə, 2-də Hind subekvator, 3 Cape York, Avstraliya yarımadası subekvator, 4-də Yucatan yarımadası da bildiyimiz kimi o tropikin rütubətli, yəni dəniz tropikdə yerləşir. Balka yarımadası subtropikdə, Kaliforniya isə quru tropikdə yerləşir. Cavabımız 1, 4 və 6 C variantı. 51-ci suala baxaq. Müəssisələrinin enerjiyə olan tələbatını ödəmək üçün 180 min ton daş kömürdən istifadə olunur. Daş kömür neftlə əvəz edilərsə, müəssisəyə nə qədər neft lazımdır? Bildiyimiz kimi daş kömürün yanacaq əmsalı 1-dir. 1 kiloqram daş kömür yanacaq, ona 7000 kilokalori enerji alınır. Neftin isə yanacaq əmsalı isə 1,5-dir. Yəni neftdən enerji vermə əmsalı daş kömürdən 1,5 dəfə çoxdur. O zaman burada rahat yol olsun 1,5-i 1-ə bölüb elə 1,5 dəfə çoxdur. Deməli neftin daha az istifadə ediləcək. 1,5-ə bölsək bu eləyəcək 120 min ton. Yəni 180 min ton daş kömürü neftlə əvəz etsək, onu 1,5-ə bölürük. Çünki neftin əmsalı 1,5-dir. Yəni daş kömürdən 1,5 dəfə daha çox enerji vermə imkanına malikdir və ona görə də o daha çox, yəni neftdən daha az istifadə ediləcək. 180-ı 1,5-ə bölürük, 120 edəcəkdir. 52-ci suala baxırıq. Paytaxtı zəif inkişaf etmiş ərazilərə köçürməklə onların inkişafına nail olmağa yönəlmiş regional siyasət aparan ölkələr. Yəni paytaxt köçürməklə Misirdə belə bir şey yoxdur. Nigeriyada bildiyimiz kimi paytaxt köçürülməsi baş vermişdir. İspaniyada da belə yoxdur. Qazaxıstanda belə hal olub. Bir də Braziliyada olub ki, sahillərindən paytaxtı mərkəzi regionlara köçürülmüşdülər ki, yəni mərkəzi hissələrdə inkişaf etsin. Argentinada da belə bir şey olmayıb. Cavabımız 2, 4, 5 C variantı. 53-cü suala baxın. Parana çayına aid olmayan əlamətləri müəyyən edin. Mənsəbində delta formalaşmışdır. Bu Parana çayına aid deyil. Çünki Parana çayının mənsəbində estuari formalaşır. Dekabr, yanvar, fevral ayında bol sulu olur. Çünki Parana çayı cənub subekvatordan başladığı üçün bu aylar yay aylarıdır və yay aylarında bol sulu olur. Bu doğrudur. Orta və aşağı axarında dəyişkən rütubətli meşələr zonasından keçir. Xeyr, əslində aşağı axarında o çöl zonasına gəlib çıxır. Yəni bu da yanlışdır. Yuxarı axarı olsaydı doğru olardı. Enerji alınmasında və balıqçılıqdan istifadə edilir. Bəli, Parana çayının üzərində ithaf hissəsi var. Həm enerji alınmasında, həm balıqçılıqda, həm suvarmada, nəqliyyatda da istifadə edilir. Deməli, bu doğrudur. Nəqliyyat əhəmiyyəti böyükdür. Bu da doğru fikirdir. Dünyanın ən hündür şəlaləsi onun qollarının birinin üzərində yerləşir. Dünyanın ən hündür şəlaləsi Orinoco çayının Çurun qolu üzərindədir. Deməli, bu Parana çayına aid olmayan cəhətdir. Burada aid olmayan fikirlər 1, 3 və 6. 54-cü suala baxırıq. Doğru sıraları müəyyən edin. Bir də baxırıq işarəyə. Polimetaldır. Şəmkirdə polimetal yoxdur. Bir yanlışdır. Seolitin işarəsi verilir və Tovuzda seolit yatağı var. Molibden Ordubadda var. Paravaçay, Diyaqçay. Qızıl Zəngilanda olsa da işarəsi səhv verilib. E, Qızıl işarəsi verilsə də civə göstərilib. Bu da yanlışdır. Deməli, doğru olan fikirlər 2 və 3. Cavabımız olacaq 2 və 3 bəndlər.
Qərbi Avropada yerləşən paytaxt şəhərlər bir-bir baxsaq, Varşava, Polşada Varşavadır, Polşa aiddir. Bu Şərqi Avropa aiddir. Sonra iki də Buxarest Rumıniya aiddir. Viyana Avstriyaya aiddir. Kopenhagen Danimarkaya aiddir. Lisabon Portugalya'ya aiddir. Belqrad isə Serbiyaya aiddir. Deməli, burada Qərbi Avropada yerləşən paytaxt şəhərlər. Burada Avstriya aid olan Viyana və Portuqaliya aid olan Lisabon şəhərlərini götürəcəyik. Rumıniya, Belqrad, Serbiya və bir də Danimarkanı götürəcəyik. Deməli cavabımız olacaq burada 3 Viyana, 4 Lisabon, 5 Kopenhagen. Viyana Avstriya, Lisabon Portuqaliya, Kopenhagen Danimarkaya aid olan paytaxt şəhərləridir və bunlar Qərbi Avropada, digərləri isə Şərqi Avropaya aid edilir. 56-cı suala baxırıq. 1 kub metr havanın nisbi rütubəti 60%-dir. Çatışmayan su buxarı miqdarının 12 qram olduğunu nəzərə alaraq havanın mütləq rütubətini hesablayın. Deməli, bildiyimiz kimi nisbi rütubət 60% isə çatışmayan miqdar %-dən 60-sı 40% çatışmır. Və çatışmayan su buxarı miqdarı 12 qramdır. Yəni 40%-i 12 qram götürürük, 100% isə x qram götürürük. Burada x-i tapsaq eləcək 30 qram. Deməli, maksimum 30 qram su buxarı bu havada ola bilər. Amma nisbi rütubət 60% olduğu üçün biz 30-un 60%-ni də tapa bilərik və yaxud da 30-dan 12-ni çıxa bilərik. 30-un 60%-ni tapsaq, bu deyiləcək 18 qram. Və yaxud da digər bir yolla 30-dan 12-ni çıxsaq 18 qram. Deməli, nisbi rütubətimiz olacaq 18 qram. Megapolislər və uyğun olan aqlomerasiyaları təyin edirik. Bozvaşa bilirik ki, bir sıra Boston, Washington, Baltimore, Philadelphia və New York aiddir. Yəni birə elə həqiqətən də B aiddir. Tokkaido Yaponiyada yerləşir bu. Bozbaş Amerikada idi. Tokkaido, Tokyo, Yokohama, Nagaya, Osaka kimi şəhərlərə aiddir. Burada Nagaya və Yokohama verilib. Deməli, bir ikisini də aid edirik. Reyn boyuna isə Reyn, Main, bu da Avropada yerləşir və Amsterdam aid edilir. B, D, E, C, A olacaq. İstəyərsə sualına baxırıq. Suvarma kanalları və kollektor drenej sisteminin sıx olduğu A fiziki coğrafi rayon ərazisində bir neçə iqtisadi rayon yerləşmişdir. Azərbaycan əsas yer ifadən biri yerləşən bu fiziki coğrafi rayon arid iqlim şəraitinə malik olsa da, burada əkinçilik inkişaf etmişdir. Burada yerləşən iqtisadi rayonlarda kənd təsərrüfatının ixtisaslaşma sahələri eynidir. Söhbət burada mərkəzi Aran və yaxud da Kür-Araz fiziki rayonundan söhbət gedir. Fiziki coğrafi rayonun mərkəzi Aran ola bilər. Mərkəzi Aran. Və iqtisadi rayonlar tərkibində olan iqtisadi rayonlarda biz bura Mil, Muğanı aid edə bilərik. Şirvan, Salyanı aid edə bilərik. Şirvan, Salyan. Elə eyni zamanda deməli mərkəzi Aranı da aid edə bilərik. Mərkəzi Aran. Bunları da yəni aid edə bilərik. Mətndə əsasən ərazidə formalaşan iqlim, landşaft və torpaq. İqlim olaraq yarımsəhra və qürüçölü iqlimidir. Landşaft elə yarımsəhra və qürüçölü landşaftıdır. Torpaq da boz, qonur, şoran, şorakətli torpaqları yaza bilərik. Mətndə sən iqtisadi rayonda kənd təsərrüfatının ixtisaslaşmış sahələri müəyyən edin. Elə bu pambıqçılıq qeyd oluna bilər, taxılçılıq, heyvandarlıq, eyni zamanda tərəvəzçilik, sonra bostançılıq, quru subtropik meyvəçilik.
Bu kimi sahələr taxılçılıq, pambıqçılıq, heyvandarlıq, tərəvəzçilik, bostançılıq, quru subtropik meyvəçilik qeyd oluna bilər. Sualların izahı bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.